Bugün sizə çox maraqlı bir psixoloji texnika deyəcəm. Bu texnika siz hadisələrdə nə dərəcədə əsəbləşirsiniz, qəzəblənirsiniz, öz emosiyalarınızı daha yaxşı başa düşmək üçün sizə kömək edəcək. Fərz edək ki, siz həyatda müəyyən hadisələrdə davamlı şəkildə ya qəzəblənirsiniz, ya əsəbləşirsiniz, ya aqressivləşirsiniz. Yəni bir ad qoya bilmirsiniz öz emosiyanıza və yaxud emosiyanıza ad qoysaz belə onun nə dərəcədə şiddətli olmasını müşahidə edə bilmirsiniz, tuta bilmirsiniz. Gündəlik tutmaq bu mövzuda çox faydalıdır. Məsələn, hər gün və yaxud xüsusən də o hadisələr baş verəndə yazın. Birinci elə bir 4 dənə hissəyə bölün, tablitsaya bölün də, belə deyək, sütunlara bölün. Birinci sütunda hadisəni obyektiv təsvir edin. Hadisə nə şəkildə baş verdi? Hardan, nə oldu, necə oldu? İkinci bölümdə həmin hadisənin interpretasiyasını yazın. Yəni həmin hadisəni siz necə yozdunuz? O nə deməkdir? Yəni nə şəkildə başa düşdünüz? Üçüncü sütunda qeyd edin ki, bu hadisə sizin üçün nə deməkdir, nə önəm daşıyır, nə məna daşıyır. Dördüncü sütunda isə 0-10 şkalası üzrə öz qəzəbinizi və yaxud aqressiyanızı, əsəbinizi nə dərəcədə emosional olduğunuzu qiymətləndirin. Bu texnikanı, gündəlik texnikasını davam elətdirin və izləyin ki, müəyyən müddətdən sonra geri dönüş edərək hadisələrdə hansı emosiyalar sizdə yaranır. Yəni o sizdə yaranan emosiya bir ad qoyacaqsınız, əgər heç vaxt onun adını qoya bilməmsinizsə və başa düşəcəksiniz ki, siz nə dərəcədə həmin mövzuya emosional yanaşırsınız. Bəlkə elə dərəcədədir, elə qədərindədir ki, bu çox normaldır. Bu texnika şəxsən mənim özümün həyatımda tətbiq etdiyim texnikadır.